Vanilya. Kızım. Kızlar, saçlarımı şekillendiririm. Bugünə axşam üçün Türk rakı sofrası düşünmüşük. Deməli, bizim evin yanında bir market var. Gedirsən, balıq seçirsən özün üçün. İstədiyin növ balığı da, yəni onlar sənin üçün 25 dəqiqə bişirirlər. Sonra da hazır götürürsən. Həm evdən, mən balığı çox sevirəm, amma evdə balıq qoxusu bişəndə qalanda sevmirəm. Hətta heç balıq olmasın, hansısa bir qızartma olacaqsa, adicə kartof fri belə olanda, əgər mən o qızartmanın qoxusunu özüm bişirəndə hiss eləmişəmsə, həmin an yeyə bilmirəm. 1-2 saat keçməlidir ki, mənə dadlı gəlsin. Yəni sanki o qoxu mənə doyma hissi verir də. İndi bugün amma biraz gəzəcəyik. Bu arada Bəxtiyar məzuniyyət götürüb 10 günlük. Biraz gəzəcəyik. Gəzəndən sonra baxın saçlarımın rəngi nə qəşəngdir. Biraz gəzəcəyik. Bir dənə Reels videosu var ağımda. Cütlük Reels videosu, onu çəkmək istəyirəm. Sonra qaydan başı biz gedəcəyik yəqin ki marketdən balıqları sifariş edəcəyik və evə gətirəcəyik. Bu arada bilirəm ki, vloglara ara verəndən sonra anidən onsuz da izlənmələr bərpa olunmur. Bu çox normaldır. Sadəcə nəyə sevindim? Dünən hazırladığım vlogu atanda, bugün atmışdım. Mənə geri bildirim gəldi ki, danışmalı vloglar kalp. Yəni ki, sevir də, yəni izləyicilərim danışmalı videoları daha çox sevir. Əslində dediyim kimi, mən də elə sevirəm, ona görə də sadəcə təcrübə qazandıqca rahatlaşır da sənin üçün anidən açıb danışıb vlog çəkə bilmək. Əvvəl elə gəlmir sənə. Düşünürsən ki, hansısa bir xüsusi bir an olmalıdır ki, oturasan, rahat danışasan. Amma bir müddətdən sonra artıq bunu hər an edə bilirsən. Yəni, adiləşir sənin üçün, rahat olur sənin üçün. Mən həmişə əvvəl aşağılarını bunu sağ və sol tərəfə burandan vururam. Daha sonra biraz üst hissələrdən də götürüb vururam ki, daha həcmli qalsın. Məsələn, altları vurmamışam. Götürürəm üstdən bir dənəsini ayrı. Baxın, bu saçı sırf üstdən götürdüm. Deyək ki, üstdən sağ tərəfi seçirəm. Netləsin. Sağ tərəfi seçirəm buradan. Və sağ tərəfə doğru tam üstə gəlir. Normalda saçımın digər hissələrinə fikir verin, ancaq ucları vurmuşam. Sadəcə 3-4 dənə belə buruğu yuxarıdan dedirəm ki, buraxanda və artıq açanda önlər yox, arxa hissələrin ortası həcmli qalsın. Yəni, mən elə sevirəm. Önləri isə daha düzə yaxın sevirəm. Çünki mənim üzüm çərçivələnəndə daha gözəl görünür, yumru yüz olduğu üçün. Ona görə də öndən üzümə düz şəkildə düşüb çərçivələməsini sevirəm. Daha sonra bu buruqları əlimdən biraz açacağım. Yəni, çox buruq deyil də dalğa kimi qalacaq. Arada bir dənəsi elə bir vurulmayıb. Gözümə sataşır. Bu. Sanki bu vurulmayıb. Aynen. Bunu da götürüm ayrılayım. Baxın, bu buruq olmuyor. Bunu da sol tərəfə doğru vururam artıq. Belə. Saçlarımın rəngini açandan sonra yıpranmanın qarşısına, yəni yıpranmış görüntünün oluşmaması üçün bir dənə ürün kullanmışam. Sizə göstərəcəm indi. Elə bil ki, bəbə tükü kimi yumuşaqdır, bəbə saçı kimi. Yəqin ki, hiss olunur da. Yəni, əslində şəkilləndirilmiş saç biraz əslində şəkilləndirilmiş saç biraz cod olur axı. Amma bu mənim saçım hal-hazırda çox yumuşaqdır. O da Alyanın mənə verdiyi bu ürün sayəsindədir. Çox gözəldir, çox məmnunam. İndi arxadan saçlarımı biraz daha sizə göstəreyim. Yəni, saçımın uzunluğunun azalmasını istəmədiyim üçün ancaq ucularını vurmuşam. Çünki qısadır onsuz da. Yəni, çox uzun deyil də. Tam vuranda biraz daha qısalır. İndi tam əlimdən açdıqca da oturacaq və daha doğal duracaq. Özümə belə bələyənirəm, yaraşdırıram. Biraz bunu da bırak, çox az.
şortu geyinmək istəyirəm əslində. Mən bəyənirəm ki, şort geyəndə, özellikle cins şortda, üstə köynək geyimi. Amma Alanya'da hal-hazırda hava çox istidir, düşünürəm ki, və bikini, boyundan bağlanan bikini, üzərindən köynək geyimi. Bu ağ ola bilər, pötükareli, yəni kvadrat köynək ola bilər, xətli köynək ola bilər. Sadəcə düşünürəm ki, Alanya üçün hal-hazırda köynək geyinsəm isti ola bilər. Amma əslində bir dəfə də istəyirəm. Bilmirəm. Yəni şortun üstünə crop geyəndə çox da mənə havalı gəlir ki, siz necə? Mən balanslı olanda çox sevirəm də. Yəni əslində digərini də sevirəm, həm şort, həm crop. Daha gənc, daha ərgən geyimi kimi gəlir də. Bir tık daha olgun, daha feminen görünmək istəyəndə balanslı sevirəm. Məsələn, üstdən köynək olmalıdır, kapalı alt şort və yaxud da ki, altı qısa etekdirsə, üstü daha halter yaka bluz seçməyə çalışıram. Hamısını tutaq ki, dekolteli ya da seçəndə mənə biraz göz yorucu gəlir. Çünki həm də üzü də özəlini makyaj etmisənsə, saçı da etmisənsə, sırf əgər çimərlik geyimi deyilsə, çalışıram ki, elə çox tərcih etməyim. Daha uğraşılmış görünməsi üçün sizə tiyo olaraq deyirəm ki, məsələn, üstünə altın balansını qoruyanda və yaxud da uzun etek geymişəmsə, artıq üstdən crop geyə bilərəm və yaxud da strapless crop geyə bilərəm, kofta geyə bilərəm, belə. Görə indi biz nə ilə kombinləyirik? Seçim qardıropdan sizə gətirim. Belə bir bikini üstü və belə bir köynək tərcih etdim. Kombin edib sizə də göstərim. Necə görünəcək. Belə alındı. Bu şəkildə. Bu şəkildə alındı. Öndən bu şəkildə belə bir detal oldu boynumuzda. Və belə. Əslində önünü belə bağlaya bilərik bu şəkildə. Bilmirəm. İkisindən birinə qərar verəcəm. Bu şəkildə dəyərləndirəcəm. Və yaxud da belə bunu çiynədə edə bilərik bu şəkildə. Hansı ki bu detal görsənsin. Genel olarak beğendim ama bu cür kombin. Muhtemelen qara renk çantayla kombinləyərəm və qara bir kəmərim var. Onu da taxacağım, indi sizə göstərəcəm. Belə bir kəmərim var. Çox sevirəm bu detaylarını. Gece bakımı zamanı. Ben özümden getirdiğim şeyleri size göstereyim. Bu. Kesinlikle bunu screenshot eləyin kızlar. Bildiğim bütün ayak kremleri arasında en çok üre faizi olan %40. Bakın. %40 üre faizi var. Bu ne demektir? Üre bizim bildiğimiz aslında azotlu da, yani. Ne kadar çoxdursa üre, o kadar sizin köhnə ölü dərilərinizi daha yaxşı təmizləyəcək. Kesinlikle gece ayak bakımı olarak, aslında yazılıb ki, gündüz də istifadə edə bilərsiniz, amma mən daha çox gece sürüb corab geyməyi sevirəm və yaxud da ki, bizə daha çox halı yoxdur deyə yerdə də, yəni corab geyinirəm ki, yəni kaymasın ya da ətrafda izlər qalmasın. Vanilya hər dəfə biləndə ki, mən buradayım, gəlir. Deyəsən başa düşüb artıq. Hə. Yəni bunu ən sonunda istifadə edəcəm. Sadəcə bu vücut üçün əslində prosta göstərmək üçün gətirdim. Bugün sizlərlə təbii ki, birinci əl üzümü yuyacağım, makyajımı, linzaları çıxaracağım. Əgər eyeliner istifadə eləmişəmsə, mütləq micellar istifadə edirəm. Zaten bunu bilirik.
Və mənim ən sevdiyim üz yuma jelim budur. Ümumiyyətlə deyirdilər ki, aptek üz yuma jelləri, bunun içində CeraVe'ndə falan deyirdilər, Bioderma falan. Bunlar içərisində kimyəvi qatqı olmadığı üçün gözü yandırmır. Amma kozmetik ürünlərin içərisində mənim çox nadir var üz yuma jelləri ki, yandırmır, yəni kimyəvi içeriği yoxdur. Bu yandırmır. Çox rahatlıqla istifadə edə bilərsiniz. Bu həssas üzlər üçündür. Yəni əgər sənin dərin nə çox yağlı, nə çox quru deyilsə, mən həmişə həssasa alıram. Yəni garantidə olur ki, yəni heç bir allerjik reaksiya olmayacaq. Bunu istifadə edirəm artıq uzun müddətdir. Daha sonra bu retinol istifadə edəcəm. Əslində retinol elə bir içerikdir ki, əgər yüzdəsi çoxdursa, istənilən markada başarılı olur. Amma yaydasa, biraz isti havalardırsa, mən ümumiyyətlə və yüzdəsi çox olan retinol kullanıramsa, onu sandviç metodu ilə kullanmağı sevirəm. Yəni nemləndirici, fərqi yoxdur hansı nemləndirici. Üzərindən retinol, üzərindən yenə nemləndirici. Belə. Bu şəkildə edirəm ki, yayda daha az zərər versin üzümə. Çünki günəşdən sonra heç bir ləkələnmə qalmasın. Əslində retinolu çox istifadə etmirəm, nə yalan deyim, yadıma düşənlə edirəm. Ümumiyyətlə, mən üz baxımında belə deyim ki, xüsusi ürünlər istifadə etmirəm. Və bir tərəfdən də bu krem, serum tipli şeylərin, əgər, məsələn, bu eksfoliasyon tipli bir üründür. Yəni, retinol eksfoliasyon edir. Sənin dərini soyur. Soyma etkisi olmayan, hansı ki biz damladırıq ki, aynı bilim bu vitamindir, bu gedəcək, əmiləcək falan, onlara çox inanmıram. Məsləyimdən dolayı bildiyiniz kimi həkiməm və medikal kozmetik alanındayam. Və bunların bir növ xurafə olduğunu düşünürəm. Kimsə də mənə deyəndə ki, cilt baxımı ürünlərinə bu qədər para harcayıram. Mən həmişə deyirəm ki, ondansa o pulu topla və o pulla özünə mezoterapiya elə. Fərqi yoxdur. Yəni içeriğindən asılı olmayaraq. Vitamin içerikli ola bilər, kolajen, peptid içerikli ola bilər. Yəni kesinliklə sizə önərirəm ki, mezoterapiya ilə o ürünləri cildinizin altına yerdəsiz. Nəinki serum və yaxud da hansısa bir kremdən o ümidi gözləmək. Nəmləndirmək dışında təbii ki, mənim üçün nəmləndirmək və eksfoliasyon ürünlər. Eksfoliasyon ürünlər nələrdir? Asitlərdir. Məsələn, glikolik asitdir məndə, salisilik asitdir, tonik formasında da. Məsələn, bunlar. Bunlar eksfoliasyon edir, ölü dərini atır. Əgər sən burnun nahiyəndəki qara nöqtələr, o yağlı dəridən qurtulmaq istəyirsənsə, eksfoliasyon üçün salisilik asit tərcih edirsən. Əgər sən yox, sadəcə məsəlmələrin daha kiçilməsini istəyirsənsə, orada da yenə ölülərlə atılması lazımdır. Orada da sən artıq glikolik asit çox şeydə tərcih edə bilərsən. Tutaq ki, qol altı nahiyədə, bikini bölgəsidir, burada dirsəklərdə qaralmalar var. Oradakı ölü dəriləri atmaq istəyirsən, yenə glikolik asit tərcih edəcəksən. Və yaxud da o epilyasiyadan sonraki tavuk deri görünümünü azaltmaq istəyirsən, yenə glikolik asit tərcih edəcəksən. Belə, yəni mən dəfələrlə deyirəm ki, mən sadəcə eksfoliasiyon edən baxım ürünlərinə inanıram və basit nemləndirməyə inanıram. O da mənim üçün ən safe nemləndirici Bepantoldur əslində. Bepantol derma, yəni o mərhəm olan yox, su bazlı olan nemləndirici. Qalan ümumiyyətlə, yəni cilt baxım ürünlərinə çox inanmıram. Cilt baxım prosedurlarına inanan biriyəm. Çünki tibbi biliyimə əsaslanaraq bilirəm ki, dərinin 4-6 milim qalınlıq təbəqasına sən o yapı daşlarını vermədikcə, o heç bir serum, o krem, o dışarıda, dış katmandakı elə bil ki, o belə bir baryer təbəqə var. O baryer təbəqəni keçib heç vaxt o 4-6 milim dərinliyə çata bilmir. Buna görə də bizim doğru şeylərə yardım etməyimiz lazımdır, özümüzü kandırmamamız lazımdır. İndi gedirik işin keyifli qismına.
Size dediğim o sandviç metodunu elədim. Nemləndirici, retinol və nemləndirici. Yay üçün belə daha güvənlidir. Həm də yəni elə bir ciddi problem olmadığı üçün mən nemləndiricimi də istifadə etmək istəyirəm də, yəni tək istifadə etmək istəmirəm retinolu. Belə daha yaxşı olur məncə. Sakit etkisi də daha güvənli şəkildə qarantiləmiş olursan da, yəni güvənli şəkildə göstərir. Dərinin eksfoliyasının olub-sa olmasına və aşağıdan da yeni kollajen sintezinə və beləliklə yeni dəri katmanının, yəni həmin o atılan dərinin yerinə yenisinin sintez olunmasını stimulyasiya edir əslində. Stimulyator kimi düşünə bilərsiniz.